heç kəs bu stildə saqqal saxlamır. Ona görə üstəlik siz Allah adından danışırsınız yazıbdır. Bax, qardaş, yazmısan ki, heç kəs bu stildə saqqal saxlamır ona görə. Müsəlman stilə baxmır, günümüzdəki insanların stilinə baxmır. Müsəlman Peyğəmbərin stilinə baxır. Peyğəmbər necə eləyib, necə saxlayıb. Məsələni düzgün başa düşmək lazımdır. Yəni, sən gördüyün insanlar, bəli, bu stildə saqqal saxlamaya bilərlər. Elə müsəlmanı da fərqləndirən budur ki, müsəlman günümüzdəki dəvə baxmır, stilə baxmır. Müsəlman Allah Rəsuluna baxır, Muhammedə sallallahu aleyhi və səlləmə. Yəni, Allahın Rəsulu Peyğəmbəri necə saxlayıbsa, o şəkildə bacardığı qədər, gücü çatdığı qədər Peyğəmbərimizin saqqal sünnətinə əməl eləməyə çalışır. Yəni, bu məsələni düzgün başa düşmək lazımdır. Sadəcə yazmısan, heç kəs bu stildə saqqal saxlamır, ona görə. Yenə deyirəm, gündəlik gördüyün insanlar, bəli, bu stildə saxlamaya bilərlər. Amma müsəlman o stillə, o dəblə uyğunlaşmaq, ayaqlaşmaq istəmir. Müsəlman Peyğəmbərə baxır və nümunəni ondan götürür. Çünki Quran-Kərimdə uca Allah Peyğəmbəri bizlərə nümunə göstərir, nümunə çəkir. Yəni ki, onda sizin üçün gözəl örnək var.